Yasamal rayonunda Mida yaşayış kompleksində qanuni 3 otaqlı, ideal təmirli bir mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı Aslan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yerləşən yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 5-ci mərtəbəsində ümumi sahəsi 85 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Niyə ideal təmirli deyirəm? Ona görə ki, mənzil şirkət təmiri deyil, sahibi tərəfindən göründüyü kimi də şəkillərdən göründüyü kimi yenidən təmir olunubdur. Mənzilin qazı, suyu, işığı daimidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər sonuncu dayanacağı Mida yaşayış kompleksinin daxilində olan 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 85 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir. Mənzilin qazı, suyu, işığı daimidir. İsitmə sistemi kombidir. Mənzil əşyaları ilə birlikdə satılır. Əvvəldə də bildirdiyim kimi, mənzilin qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin sənədi kupçadır, ipotekaya yararlıdır. Qiyməti 225 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277 14-35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.